1937-ci ildə 1937-ci ilində xanımın qəbrini sökdülər. Sovet dönəmi əmr gəldi ki, xanımın qəbri sökülsün. 3 dənə dinamit vuruldu, partlatdılar. Xanımın qəbri qalmışdı altda. Yaxşı. Üstündən cəmaat adı tanıyır. Gəlirdilər, gəlib ziyarət edirlər, gəlirlər. Gəlirlər, ziyarət edir. Ondan sonra əmr verildi ki, 1937-də üstünü asfalt edin, cəmaat üstündən keçsin. Bu xalq bir üstünlədir, dedi, ölərəm də heç olmasa qoruya bilmədim, üstündən keçmərəm, qıraqlarla keçirdi. Qıraqlardan sütunları düzəltdilər ki, yenə də qoy, bu içindən keçsinlər. Bir dənə yol var idi, balaca bir yol vardı. Gəlirdilər, saatlarla növbəyə düzülürdülər ki, cəmaat keçsin, biz keçiyordu, tək xanım həkimə üstündən keçmiyor. Bu bir heybət deyil ya, o şəxsiyyətdir ki, o heybət kişi öz adını bununla tarixə yazdı. Yəni kim yaşamaq istəyirsə Əhl-i Beytlə yazsın tarixə adını. Əhl-i Beytlə yazsın tarixə adını. Əhl-i Beytlə yaşasın. Siz elə bilirsiniz ki, bu İmam Hüseyin məhəbbəti, mən elə belə söz danışıram. Allah şahiddir. Gedin baxın tarixə. Mütəvəkkilin vaxtı ruhaniyyət təsdiq edən İmam Hüseyin əleyhissalamın qəbri mütəvəkkil Abbasi xəlifəsi olub. Əməvilər, Abbasilər, onlardan sonra Monqollar gəlib. Abbasi xəlifələrindən biri adı mütəvəkkildir. Baxın tarixə. Mütəvəkkil dedi ki, bu Hüseyni neyniyək? Cəmaat gedir, gəlir. Qəbrini dağıtmalıyam. İmam Hüseynin qəbrini dağıtdırır. Heç kəs keçmir qabağa dağıtmağa. Bir dənə qeyri-müsəlman keçdi qabağa dağıtdı. Yeri şumladı. Bunu deyə bildim sizə. Bir dənə hədis deyirəm sizə. Məhəbbətlə qulaq asırsınız. Allah bu məhəbbətimizi ali dərəcədə qəbul eləsin. Burada da bir dənə sənə söz deyirəm. Burada sənə Allah nələrsə verir. Sənə özünün xəbəri yoxdur. Allaha əlvin ürəyində keçir ki, ilahi, bu Hüseyin məhəccəsində kəyləşmiş, amma qəbrim üçün də nəsə saxla bu məclisdən. Qəbrimiz üçün də nəsə istəyir. Bu mənim sizə tövsiyəm, bir kiçik qardaşınız, bir kiçiyimiz oldu. Peyğəmbər bir söz demişdi. Demişdi, lə'nəllah qatiyəsidir. Bu sidr ağacını kesəni Allah lənət eləsin. Əmir-ül-Mu'minə dedi, Əli, çıx bayırda dinən bu sözü. Əmir-ül-Mu'minə çıxdı, bunu dedi. Yaxşı. Cəmaat fikirləşirdi, ay Allah, bu sidr ağacını kəsən, sidr ağacının adıdır. Kəsənə niyə lənət deyib Peyğəmbər? Hamı fikirləşir. Gəldi, zaman yetişdi. Mütəvəkkil gördü ki, yer şumlanıb, amma cəmaat gelib Hüseynin qəbrini tapır. Dedi, bu necə tapır Hüseynin qəbrini? Fikirləşin, tapın. Baxdılar, gördülər ki, İmam Hüseynin qəbrinin kənarında, biraz o tərəfdə bir dənə ağac var, adı sidirdir. Cəmaat gəlir, həmən ağacı tapır. 10 atdım belə, 10 atdım belə, 10 atdım belə, gedir İmam Hüseynin qəbrinə. O ağac nişanədir. Dedi, ağacı kesin. Kestirdi ağacı. Peyğəmbər də Allah lənət eləsin o sidir ağacını kəsənə. Yaxşı, ağac kesildi, amma Hüseyin məhəbbəti kök atı baxı. Cəmaat yenə gəlir, tapırdı qəbri. Biz də necə tapırdı? Qardaş, İmam Hüseyində bir eşq var. Elə bir şəxsiyyətdir ki, birinci bunu bil, Allahın qırmızı xəttidir, bu bir.